Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini müğənni Canana ağır xəstəliklə mübarizə apardığını açıqlayıb. Bakı Postası xəbər verir ki, o, Günə Uğurla proqramında qonaq olarkən həyatının ən çətin dönəmlərindən danışıb və göz yaşlarını saxlaya bilməyib. Canana bildirib ki, ailəsində baş verən ardıcıl itkilər onun həm psixoloji, həm də fiziki sağlamlığına ciddi təsir göstərib. O, anasının 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdiyini deyib. Müğənninin sözlərinə görə 6 ay əvvəl eyni xəstəlik onun özündə də aşkarlanıb. 6 ay əvvəl məndə də xərçəng aşkarlandı. Müalicələr olundu. Nəticələr yaxşı idi. Həkimlər ümid verirdi. Amma bu müddətdə anamı itirdim. Onun ili tamam olmamış qardaşımı da itirdim. Bu qədər ağır dərdi bir-birinin ardınca yaşamaq çox çətin idi. Böyük stres keçirdim. Həkimlər də demişdi ki, güclü həyəcan və stres xəstəliyi yenidən oyada bilər. Canana bildirib ki, son müayinələr zamanı xəstəliyin yenidən aktivləşdiyi məlum olub və şişlər təkrar yaranıb. O, bu xəbəri ad gününün səhəri aldığını deyib. Ad günümün səhəri bu xəbəri öyrəndim. Həmin anı sözlə ifadə etmək mümkün deyil. Övladlarımın bilməsini istəmirdim. Onları qorumağa çalışıram. Güclü görünməyə çalışıram ki, narahat olmasınlar. Müğənninin səmimi etirafı studiyada duyğusal anlar yaşadıb. O, mübarizəni davam etdirdiyini, ruhdan düşməməyə çalışdığını bildirib. Şəxsi rəyimcə, Canananın yaşadıkları həm fiziki, həm də mənəvi baxımdan çox ağır sınaqdır. Xərçənglə mübarizə, tibbi müalicə qədər psixoloji dəstək və stresdən uzaq olmaq da böyük rol oynayır. Ardıcıl itkilər insanın immun sisteminə və ümumi vəziyyətinə ciddi təsir göstərə bilər. Ümid etmək olar ki, o, bu çətin mərhələni də güclə və inamla geridə qoyacaq. Belə hallarda cəmiyyət olaraq daha anlayışlı və dəstəkverici olmaq hər birimiz üçün vacibdir.